Salam. Deməli, bugünkü mövzu başlıqlarımız ümumi olaraq leksikologiya bölməsidir. Ümumiləşmiş olan sözlər, mövzu başlıqları, ümumiləşmiş olmayan sözlər, leksika, ümumi məlumat, sözün leksik qrammatik mənası nədir, tək mənalı, çox mənalı sözlər, frazeoloji birləşmələr. Mövzu başlıqlarımız bunlar olacaq. Birinci baxaq görək ümumiləşmiş olan söz nədir, olmayan söz nədir? Ümumiləşmiş olan sözlər ümumiyyətlə Azərbaycan dilində bəzi mövzu başlıqları öz adlarını, mənasını verir. Ümumiləşmiş olan söz nədir? Yəni ümum işləş, ümumin işlətdiyi, hər kəsin işlətdiyi sözlər. Yəni hər kəs tərəfindən başa düşülən sözlərdir bu ümumiləşmiş olan sözlər. Ümumiləşmiş olmayan sözlər isə bir kəsim tərəfindən, yəni ümumin işlətmədiyi sözlərdir. Birinci punktda da yəni bunu oxuya bilirik, görə bilirik. Ümumiləşmiş olan sözlər hər kəs tərəfindən başa düşülən sözlərdir. Məsələn kitabdır, saatdır, divardır və s. Ümumiləşmiş olmayan sözlər isə bir qism insanlar tərəfindən anlaşılmayan sözlər hesab olunur. Misal üçün metafordur, sintaksisdir, kosinusdur, tangesdir və s. Ümumiləşmiş olmayan sözlər 4 bölmədə qarşımıza çıxır, öyrənilir. Bunlar köhnəlmiş sözlərdir, terminlərdir, dialekt sözlərdir və neologizmlərdir. Əgər diqqət elədirsə, burada proqramda var yazmışam. Köhnəlmiş sözlərlə terminlər proqramımızda var. Proqramda yoxdur, yəni dimin verdiyi proqramdan söhbət gedir. Dialekt sözlər və neologizmlər yoxdur. Yəni bizim qarşımıza topluda, dimin verdiyi bizə topluda köhnəlmiş sözlər və terminlər mövzusu çıxır. Yəni proqramda var o deməkdir. Köhnəlmiş sözlərlə terminlərin izahını verəcəyəm. Ümumi olaraq deyək ki, dialekt sözlər bəzi rayon və kəndlərdə işlədilən sözlərdə hələ də bəzi orada dialektlərdə, şivələrdə qalan sözlərdir ki, bu sözlər hələ də işlədilir. Neologizmlər isə dilə demək olar ki, hər keçən gün yəni elm, texnologiyanın inkişafı ilə dilimizə yeni sözlərin daxil olmasıdır. Bu neologizm o deməkdir. Ümumi olaraq budur, amma proqramda yoxdur. Dediyim kimi bunlar keçirilmir. Sadəcə ümumi olaraq məlumat verdim ki, nədən söhbət gedir. Köhnəlmiş sözlərə baxaq. Köhnəlmiş sözlər zaman keçdikcə dildə olan bəzi sözlər köhnəlir. Öz ümumiləşmiş xüsusiyyətini itirir. Yəni hər kəs tərəfindən başa düşülmə xüsusiyyətini itirir. İstifadə olunmayan bu tür sözlərə köhnəlmiş sözlər deyilir. Misal üçün çuxadır, arxalıqdır, nökərdir, dündür və s. Bu köhnəlmiş sözləri iki cəhətdən biz öyrənirik. Bir tarixizmlər olaraq öyrənirik, bir də arxaizmlər olaraq öyrənirik. Bunlar nədir? Birinci tarixizm deyək. Dilimizdən çıxmış və ancaq həmin dövrü həyatı canlandırmaq məqsədi ilə işlədilən sözlərdir. Yəni o sözlər artıq indiki dilimizdə yəni heç bir sözlə əvəzlənmir demək olar ki. Misal üçün tarixizmlərdir bu tür sözlər. Misal üçün qəza. İnzibati ərazi vahidi hesab olunur qəza. Misal üçün bu Çar Rusiyası dövründə Azərbaycan ərazisində qəzalar olubdur. Misal üçün Naxçıvan qəzası olub, Yelzavetpol, yəni Gəncə qəzası olubdur və s. Güyüm, su daşımaq üçün misqab, düzdür, indi əlbəttə ki, yəni su daşımaq üçün müəyyən qablar, plastik və s. var, amma güyüm sırf olaraq misdən olubdur və sırf olaraq su daşımaq üçün istifadə olunubdur. Yasovul polis nəfəri, tam olaraq polis nəfərin verməsə belə biz buna asayiş keşikçisi deyə bilərik. Yasovula. Çarıq, göndən hazırlanmış o ucu ki qatdalanır ayaqqabıların yuxarı bəlkə də görərik bəzi köhnə filmlərdə falan və s. Göndən hazırlanmış ayaqqabı, gön dəridən, yəni girvənkə 400 qrama bərabər ağırlıq ölçüsüdür. Artıq bu sözlərdən dilimizdə istifadə olunmur və öz ümumiləşmiş xüsusiyyətini itiriblər. Bəs arxaizmlər nədir? Mənaları qalmaqla başqa sözlərlə ifadə olunan köhnəlmiş sözlərdir arxaizmlər. Misal üçün, biz indi çöl deyirik, keçmişdə yazı demişik. Yeri gəlmişkən bu köhnəlmiş sözlər, yəni arxaizmlərin demək olar hamısı türk sözüdür. İndi kənd deyirik, keçmişdə buna aul demişik.
İndi aşıq deyirik, keçmişdə buna ozan demişik. İndi qızıl deyirik, keçmişdə buna altun demişik. Ki yazdıqlarım keçmişdir. İndi cənnət deyirik, keçmişdə uçmaq demişik. İndi cəhənnəm deyirik, keçmişdə buna damu demişik və yaxud da tamu demişik. Tamu demişik. İndi əşya deyirik, keçmişdə buna nəsnə demişik. İndi ağıl deyirik, keçmişdə us demişik. Bu us sözü türklərdə var hal-hazırda. Usludur, uslu otur, uslu ol anlamında. Əmək haqqıya donluq demişik, deməyə aytmaq demişik, sağ-salamatə əsən demişik və s. Bir neçə söz var ki, hətta kitablarda da var. İndi burada və s. qoymuyor. Kitablarda bir xeyli köhnəlmiş sözlər var. Onları da əzbərləməkdə, bilməkdə fayda var. Terminlər nədir? Bəs terminlər elmin müxtəlif sahələrinə aid hər hansı bir əşya və ya mücərrəd anlayış məfhumudur. Üçbucaq, kosinus, rədif, qafiyə, fotosintez və s. Bunlar terminlərdir. Dilimizdə həm termin, həm də ümummüştək olan sözlər də var. Məsəl üçün, xəbərdir, təyin, bucaq, isim, sifət, zərf, qüvvə, kütlə və s. Məsəl üçün, xəbər həm baş cümlə özü kimi, həm də xəbər gətirmək, xəbər aparmaq, şad xəbər, pis xəbər, bəd xəbər və s. kimi işlədilə bilir. Və yaxud da bucaq sözü həm riyazi termin, həm də evin bucağı, küncü mənasında işlədilir. Gəldik leksika bölməsi. Sözün leksik və qrammatik mənası, leksika nədir? Ümumiyyətlə, leksika bölməsi leksikologiyada öyrənilir, elm sahəsində öyrənilir. Dilçiliyin bölməsi olan leksikologiyada öyrənilir. Bilmək lazımdır ki, söz dilin əsas vahidi hesab olunur. Bunu unutmaq olmaz. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Bu nə deməkdir? Bu cümləni dərk eləmək lazımdır ümumiyyətlə. Yəni, dilimizdə olan nə qədər ki söz var, onların hamısı dilin lüğət tərkibi hesab olunur. Yəni, leksikası hesab olunur. Yəni, bu bir fonddur, söz fondudur. Əslində, bir növü dilin lüğət tərkibi, yəni leksikası. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası var. Ümumiyyətlə, əsas hissələrin hamısının leksik və qrammatik mənası var. Bunu yadda saxlayırıq. 4-cü punktda baxırıq. Sözün birbaşa ifadə etdiyi anlayışa sözün leksik, lüğəvi mənası deyilir. Məsələn, qələm. İçərisində mürəkkəb olan, yazı yazmaq üçün istifadə olunan əşya. Bu, deməli, açıqlaması bu cür vermək olar. Yəni, leksik mənasını, lüğəvi mənasını. Sözün leksik mənası, lüğəvi mənası 4 yolla izah olunur. Birinci, verilən sözə yaxın mənalı söz seçməklə. Bu bir. Məsələn, hündürü kimsə başa düşmür, uca deyirsən, eyni mənalı deyirsən, başa düşür. Eynəyi kimsə başa düşmür, çeşmək deyirsən və ya gözlük deyirsən, başa düşür və s. Verilən sözə əks mənalı söz seçməklə. Misal üçün, kök deyirsən, başa düşmürlər, arığın əksi deyirsən, başa düşülür. Oturmaq deyirsən, başa düşülmür, durmağın əksi deyirsən, başa düşülür və s. Uzun deyirsən, başa düşülmür, qısanın əksi deyirsən, başa düşülür və s. Bu, ikinci üsuluydu leksik mənanın izahı cəhətdən. Leksik mənanın üçüncü izahı isə, ən çox istifadə olunan izahı isə, sözün məzmunu, əlamətini izah etməklə. Məsələn, stul sözünü götürürük. Stul taxtadan, dəmirdən, hətta plastik məmulatlardan hazırlanan, oturmaq üçün istifadə olunan bir əşyadır stul. Və yaxud da hər kəsin istifadə etdiyi telefon, əl telefonu və yaxud da cib telefonu. Telefon. Yaxın və uzaq məsafə bu cür verə bilərik C punktu ilə misal üçün əlamətini, məzmununu izah etməklə. Yəni, nə işə yarayır, necə vermək olar bunun leksik mənasını. Yaxın və uzaq məsafələrlə danışmaq, yazışmaq, internet resurslarından səmərəli istifadə etmək üçün bir əşya, elektronik cihaz kimi izahını vermək olar. 4-cü D punktuna baxırıq. Düzəltmə.
Deməli, sözün leksik mənasını izah etməyin yollarından biri də düzəltmə, mürəkkəb sözləri hissələrə parçalayıb mənalarını açmaq. Misal üçün, Koroğlu bir mürəkkəb sözdür. Kor və oğul sözlərdə görürük. Kor və oğul sözlərindən ibarət kor birinin oğlu mənasını verir. Biz bilirik ki, Koroğlu eposundan Alı kişinin gözləri çıxarılır. Hər kəs Rövşənə Koroğlu deyir. Yəni, kör bir kişinin oğlu mənasında işlənir. Bu cür açıb demək olur. Və yaxud da istiot sözünü yazın bura. İstiot. Bu bir mürəkkəb sözdür. İstiot. İsti və ot sözlərindən ibarətdir. Yəni, bu nə deməkdir? Ağzı yandıran ot. Düzdürmü? Yəni, ağzı yandırır, isti yandırır da, oradan mənalandırıb buna istiot adını veriblər. Dəmirçi. Dəmirçi düzəltmə sözdür, çi şəkilçidir. Sözün tərkibindəki dəmir sözü, yəni kök, dəmir sözü, yəni kök, metal mənasına, çi şəkilçisi isə müxtəlif əşyalar düzəldən sənət peşə mənasına işlənir. Ümumiyyətlə, çi şəkilçisi, adlardan isim düzəldən şəkilçi, sənət peşə mənası düzəldir. Bu, sözün leksik mənası və leksik mənasının izah olunması yolları idi. 6-cı punktda baxaq. Sözün qrammatik mənası deyəndə nəzərdə tutulur nə? 1. Sözün hansı hissəsinə aid olması? İsimdir, feildir, nə bilim, qoşmadır. Bunların hamısı. Yəni, nitq hissəsi deyəndə 11-i də nəzərdə tutulur. B punktuna baxaq. Nitq hissəsi kimi hansı xüsusiyyəti daşıması? Bu, bilirsiniz nədir? Bu, misal üçün, ad bildirir, əlamət bildirir, ad bildirir, isim, əlamət, keyfiyyət bildirir, sifət, sonra hərəkət bildirir, feil, nə miqdar sıra bildirir, say və s. Cümlədə hansı sintaktik vəzifəni daşıması? Mübtədadırmı, xəbərdimi, təyindimi? Bunlar nəzərdə tutulur qrammatik məna olaraq. D punktuna baxaq. Cümlədə sözün həm morfoloji, həm də sintaktik sualının hansı olması? Bu, deməli, bir sözün üzərində də 2 sual ola bilər. Morfoloji sual deyəndə nitq hissəsi sualı, nitq hissəsi sualı nəzərdə tutulur. Sintaktik sual deyəndə isə cümlə üzvü sualı nəzərdə tutulur. Aydındır, cümlə üzvü sualı nəzərdə tutulur. Yer gəlmişəm, bu 2 sualda bir söz cümlədə bir sözün üzərində təzahür eləyə bilər. Görsənə bilər, yəni əks oluna bilər. Misal üçün, deyirəm ki, taxta, qapı. Taxta sözünü ayrıcana sual verəndə nə sualına cavab verir? Çünki əşyanın adıdır. Bunun morfoloji sualı nə sualıdır? Yəni, nitq hissəsi olaraq. Qapı nə qapı? Necə qapı? Taxta qapı. Taxtanın sintaktik sualı isə təyinin sualıdır. Təyin. Yəni, necə sualıdır. Deməli, taxta sözünün morfoloji sualı nə? Sintaktik sualı necə oldu? Bu o demək deyil, cümlədə işlənən bütün sözlərdə belə bir şey olur. Xeyr, sadəcə olaraq isimləşən sifətlərdə, sifətləşən isimlərdə, isimləşən saylarda. Yəni, bu tipli situasiyalarla biz qarşılaşa bilirik. Yenə deyirəm, bütün sözlərə aid deyil bu, əlbəttə ki. Amma cümlədəki bütün sözlərin morfoloji və ya sintaktik sualları olur. Eyni olan varmı sual? Var. Fərqli olan varmı? Var. Yəni, bunlarda bildik. Misal üçün, taxta qapıdan bildik. Qızıl üzükdən bildik və s. Sözün həqiqi və məcazi mənası. Sözün ilkin əsas mənası, yəni ilk ağla gələn mənası, onun həqiqi mənası hesab olunur. Yəni, biz burada yazmışam, daş divar, divarın daşdan olmasıdır, dəmir qılınc və s. Yəni, bizim ağlımıza silüet olaraq, baxın, bu sözün həqiqi məcazi mənası mətnlərdə də bizim qarşımıza çıxır, tez-tez məcazi mənalı sözlər. Yəni, siz bir şey yadda saxlamalısınız ki, ilk olaraq ağlınıza gələn o silüet var. Misal üçün, mən burada sual verirəm, deyirəm at. At silüeti canlanır. Ağla gələn ilk silüet odur. At.
Düzdür, at sözü amonim söz kimi gedir, amma düzdür, çox mənalı söz kimi də ola bilər, yəni məcazi mənada da ola bilər. Amma o sületin canlanmasını deyirəm, o mahiyyəti izah etməyə çalışıram. Misal üçün, ola bilər ki, təyyarə. Təyyarə sület o dəqiqə canlandı. O ağıla gələn ilkin mənadır, həqiqi məna. Onu yadda saxlamaq lazımdır. Sözün sonradan qazandığı törəmə mənası, yəni mənası onun məcazi mənasıdır. Yəni çoxaltma məna da deyirlər buna. Çoxaltma mənalı sözlər də deyirlər. Daha doğrusu çox mənalı sözlər də deyirlər. Çox mənalı sözlərdə törəmə mənalar olur. Törəmə mənalar məcazi mənalar olur. Misal üçün, xasiyyət, qızıl xasiyyət, necə xasiyyət? Qızıl xasiyyət burada məcazi mənalı təyindir. İradə nə? İradə, dəmir iradə, necə iradə, dəmir iradə, məcazi mənalı təyindir. Yer gəlmişəm bu iki nümunədə epitet nümunəsi, epitet nümunəsidir. Yəni bədii təyin nümunəsi hesab olunur, bədii təsvir vasitələrindən. Bu da sizə mətnlərdə kömək eləyəcək bir nüansdır. Hər hansısa bir sözün məcazilik qazanması üçün həmin sözün ilkin variantına aid olan xüsusiyyətlərdən hər hansı birini itirməsi vacibdir ki, bu iki punktda onu izah etdik. Təkmənalı və çoxmənalı sözlər. Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Misal üçün, insan, avtobus, stul və s. Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə çox mənalı sözlər deyilir. Bunu unutmaq olmaz. Eyni leksik məna ilə bağlı olmalıdır mütləq şəkildə. Sözün çox mənalılığı onun məcazi mənada işlənməsi ilə bağlıdır. Söz çox mənalıdırsa, məcazi və yaxud da belə deyim də, məcazidirsə çox mənalıdır. Bütün məcazi mənalı sözlər yox, necə yox? Frazoloji birləşmələr yox. Niyə yox? Çünki frazoloji birləşmələrin tərkibindəki bütün sözlər məcaziləşir. Amma məcazi mənalı sözlərdə bir tərəf məcazi olsa da bir tərəf həqiqiliyini qoruyur. Misal üçün, burada nümunəyə baxaq. Misal üçün, insanın ağzı və heyvanın ağzı həqiqi mənadır. Burada yazmışam, həqiqi mənadır. Amma əlavə olaraq ağız biz daha sonra nələrə deyirik? Misal üçün, qazanın ağzı deyə bilirik, qapının ağzı deyə bilirik, bıçağın ağzı deyə bilirik. Bunlar isə məcazi mənadadır. Aydındırmı? Yəni, ağız deyəndə bizim ağlımıza gələn o ağız ki, sület məna var, ilkin gələn məna bizim öz ağzımızdır və yaxud da heyvanın ağzıdır. Orada, yəni, eyni şeydir də, yəni heyvanın ağzından insan ağzı, sadəcə bir heyvanın üzərində bir insan. Amma əlavə olaraq biz ağız nələrə deyirik? Biz qazanın ağzı deyirik, qapının ağzı deyirik, çaydanın ağzı, belə şeylər deyirik, bu birləşmələr işlədirik, bıçağın ağzı deyirik. Bunlar isə məcazi mənalardır, yəni törəmə mənalardır. Bax, bu artıq çox mənalılıq yaradır. Çox mənalılıq yaradır. Yəni, bunlar çox mənalılıq yaradıbdır, məcaziləşmə yəni, çox mənalılıq yaradıbdır. Çox mənalı sözlərdə əsas şərt odur ki, bir söz nə qədər yeni məna qazansa da ilkin, həqiqi mənadan uzaqlaşır. Bu nə deməkdir? İnsanın ağzından nəsə daxil olur da, içəri. Qazanın ağzından daxil olur, qapının ağzından daxil olur. Bıçağın ağzı düzdür. Burada daxil olma məsələsi yoxdur. Sadəcə olaraq bıçağın ağzı o kəsən yerinə deyilər, iti yerinə bıçağın ağzı deyilir. Sonrasında deyilir, bıçağın ağzı kütdür və körtdür deyirlər, kütdür deyirlər. Həmin məsələ. Yəni, iti deyil mənasında. Əgər yeni qazanılan törəmə məna həqiqi mənadan tamamilə fərqlənirsə, bu zaman amonimlik yaranar. Bu birsiz nə deməkdir? Yeni yaranan məna həqiqi mənadan fərqlənərsə, leksik məna fərqli olarsa və həqiqi mənada olarsa, artıq bu amonimliyə gedir. Mütləq şəkildə amonimliyə gedir. Misal üçün, ən bariz bildiyiniz bir şey yazıram ki, biləsiz, müqayisəni aparasınız. Top deyirik, bir oyun topu deyirik, oyun topu, bir də müharibə topu deyirik. Müharibə topu deyirik. Bu hər ikisi də topdur. Amma fərqli leksik mənalardadır. Belə deyim, daha dəqiq desək, fərqli həqiqi leksik mənalardadır. Bunu desək daha düzgün olar. Yəni, bu o deməkdir ki, amonimlərlə çoxmənalı sözləri qarışdırmaq düzgün deyil. Çoxmənalı sözlərdə məcazilik var. Həqiqi məna, amonimlər isə həqiqi mənalıdır. Hər iki tərəf, hər üç tərəfində neçə tərəfi, ifadə tərəfi varsa. Mütləq şəkildə hər ikisi burada
həqiqi mənada işlənir. Yəni amonimlərdə o nəzərə alınır. Amonimlər keçiriləndə inşallah ki, onlar deyiləcək. Çox mənalı sözlər eynilik hissəsinə aid olar. Misal üçün yük, necə yük? Yüngül yük. Xasiyyət, necə xasiyyət? Yüngül xasiyyət. Yüngül yükdə məcazilik yoxdur. Daha doğrusu belə deyək, həqiqi mənadadır. Əlavə törəmə məna, yüngül xasiyyət çox mənalıq yaradıbdır, məcazi mənalıdır. Hər ikisi də sifətdir. Və cümlədə təyin funksiyasında işlədirlər. Frazeoloji birləşmələr mövzusuna giriş eləyək. Frazeoloji birləşmələr dilimizdə bir leksik məna ilə verilən söz birləşmələri frazeoloji birləşmələr adlanır. Misal üçün cana gəlmək, gözə külüfürmək və s. çoxdur. Yəni nümunələr çox demək olar. 2. Frazeoloji birləşmələrin tərəfləri məcazi mənada işlənir və bir leksik məna ifadə edir. Bu tip birləşmələr daha çox bədii və məişət üslubunda işlənir. Bu tip birləşmələr daha çox məişət və bədii üslubda işlənir. Frazeoloji birləşmələr amonimlik, sinonimlik, antonimlik xüsusiyyətlərinə malikdir. Qeydimizə çox diqqətli olmaq lazımdır. Baxaq. Frazeoloji birləşmələrin amonimi, sinonimi, antonimi də hökmən frazeoloji birləşmə olmalıdır. Yəni, məna tayı mütləq şəkildə frazeoloji birləşmə olmalıdır. Həqiqi leksik mənalı sözdən burada söhbət gedə bilməz. Diqqət. Frazeoloji birləşmələrin amonimliyi, sinonimliyi və antonimliyinə baxaq. Hərəsindən 2-3 söz deyək. Burada misal üçün başa vurmaq sözü, misal üçün bir şeyi sona çatdırmaq. Deyirəm ki, mən kitabı başa vurdum, sona çatdırdım. Bir də deyirəm ki, elədiyin yaxşılığı başa vurma, üzə vurma, qaxınc etmə mənasındadır. Və yaxud da deyirəm ki, ürəyi yanmaq. Mənim ona ürəyim yanır, yəni yazığım gəlir. Bir də deyirəm ki, elə susamışam, susuzluqdan ürəyim yanır, susamaq mənasında. Fikir versiniz, hər iki tərəf yenə də frazeoloji birləşmə olur. Frazeoloji birləşmələrin sinonimliyi, başa vurmaq, başa qalxmaq eyni mənadırlar. Dərdə düşmək, dərd tapmaq eyni mənadırlar. Könlünü sındırmışam, qəlbinə dəymişəm eyni mənada işlənir. Yəni, biz bilirik ki, sinonimlər deyiliş və yazılış müxtəlif, amma məna etibarilə yaxın, eyni və yaxud da yaxın mənalı sözlərdir. Antonimliyə baxaq. Qəlbim açılıb, qəm dəryasına batmışam, əksdilər, xoşum gəlir, zəhləm gedir, ağzına su alıb oturmaq və yaxud da ağzına su almaq, susmaqdır, dildir ötmək çox danışmaq kimi işlədilir. Həm frazeoloji birləşmə, həm də sərbəst söz birləşməsi kimi işlənən bəzi birləşmələr var ki, bunlardan ikisini deyək. Ayağından çəkmək birləşməsi var burada. Həqiqi mənada işlənə bilər. Ayağından çəkib onu yıxdı, bu həqiqidir. Yazıram bura həqiqi məna. Bir də deyirəm, dostun ayağından çəkməsi. Yəni, badalaq gəlməz də, arxadan vurmaz. Bu, frazeoloji birləşmədir artıq. Və yaxud da deyirəm, dili qurumaq. Deyirəm, susuzluqdan dili qurumuşdu. Bu, həqiqi mənadır. Bir də deyirəm, qorxusundan dili qurumuşdu. Bu, frazeoloji birləşmədir. Frazeoloji birləşmə kimi olacaq. Misal üçün, ağzına salıb oturmaq. Bu, həqiqi mənada kimsə ağzına salıb otura bilər. Yaxşı. Bir də ağzına salıb oturmaq susmaqdır. Və yaxud da yola düşmək. Bunu çox uşaq qarışdırır. Elə bilirlər frazeoloji amonimdir, amma xeyr. Frazeoloji amonimliyi yoxdur yola düşmək. Yola düşmək bir getmək anlamındadır. Misal üçün, rayona yola düşdüm. Bir də həqiqi məna olaraq işlənə bilir. Misal üçün, top əlimdən yola düşdü. Misal üçün, burnunuzu göynəmək də buna misaldır. Frazeoloji birləşmə kimi darıxmaqdır. Amma soyuqdan burnunuzu göynəyə bilər. Həqiqi məna olaraq burnunuzu göynəyə bilər. Son olaraq, burada frazeoloji birləşmələrin özünə məxsus xüsusiyyətlərinə bir də ümumi olaraq diqqət eləyək. Frazeoloji birləşmələr tərkibdə dəyişməyən, məcazi mənada işlənən birləşmələrdir. Yəni, dəyişməyən, bu nə deməkdir? Sabit söz birləşmələridir. Belə birləşmələrin tərkibində olan bütün sözlər öz həqiqi mənasından uzaqlaşır və məcaziləşir. Və bir məna ilə çox vaxt ifadə olunur bir sözlə. Frazeoloji birləşmələrin sintaksi təhlildə bütövlükdə bir cümlə özü vəzifəsində çıxış edir. Deyirəm ki, o cavab verdi. Cavab verdi, sual vermək yegəmişin frazeoloji birləşmədir. Cavab verdi, kim o?
Cavab vermə bir yerdə götürüləcək. 3-cü punktda bundan söhbət gedir. Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Biz onu 2 sözü, 3 sözü bir-birinə calayıb o sözləri yarada bilmərik frazemləri. Frazeoloji birləşmələr, yəni belə deyim də, vaxt keçdikcə, zaman ötdükcə, tarix etibarilə yavaş-yavaş cəmiyyətin öz dilində yaratdığı ifadələrdir, sabit birləşmələrdir. Frazeoloji birləşmələrdə əsas asılı tərəf qəti şəkildə olmaz. Söz birləşməsi olsa belə, birləşməsi şəklində olsa belə. Ona görə də bir tərəfdən digərinə sual vermək olmur.